Bucaqlar bölməsinə daxil olan belə bir misala baxaq. Bucaq A düz bucaq, bucaq B kör bucaq, bucaq B minus bucaq A plus bucaq C bərabər 360 olarsa, bucaq C-nin ən kiçik tam qiymətini tapın. Bilir ki, düz bucağın dərəcə ölçüsü 90 dərəcədir. Deməli, bucaq A-nın yerine 90 dərəcə seçərik. İfadəmizi yazaq, bucaq B minus 90 dərəcə üstə gəlinsin, bucaq C bərabərdir 260 dərəcə. Buradan alırıq ki, bucaq B üstə gəl bucaq C bərabərdir 350 dərəcə. Və şərtdə deyir ki, bucaq B kör bucaqdır və C-nin ən kiçik qiymətini soruşursa, deməli, bucaq B ən böyük qiymətini almalıdır. Kör bucağın da ən böyük qiyməti 179 dərəcədir. Deməli, 179 dərəcə üstə gəlinsin, bucaq C bərabərdir 350 dərəcə və alırıq ki, bucaq C bərabərdir 171 dərəcə.